Salam, Goldmaster Tədris Mərkəzi. Müəllim Səmid Kazımlı. Üçbucaqda sahəni necə asan yolla tapa bilərik? Sual üzərində göstərək. Verilən şərtləri şəklin üzərində qeyd edək. Bizə verib ki, 2AM 3MC-yə bərabərdir. Yəni ki, MC nəyə bərabərdir? MC olur 2K. Yazıram bura 2K. AM nəyə bərabər olduğunda? AM də bunun əksi, tərsi nə oldu? 3K-ya bərabərdir. Sonra AN-ə 1 A desə, onda BN nə olar? BN olar 3A-ya. İndi BMN üçbucağı. Hansı üçbucaqdır? Bax, bu üçbucaq. Bu üçbucağın sahəsini bizə şərtdə verib ki, 9-a bərabərdir. Yazıram bura 9. İndi 3A-dakı sahə 9-a bərabərdirsə, A-dakı sahə nəyə bərabərdir? Tutaq ki, bir S-ə. A-lar ixtisar gedər. S nə olar? S bərabərdir 3. Tənasibin xassəsində. Yazıram bura 3. İndi baxıram hansı üçbucaqlara? A, B, A, M, B üçbucağını da. Bax, bu üçbucağa baxıram. Bir də hansı üçbucağa baxacağım? Bir də bax, bu üçbucağa baxacağım. İndi fikir verək. 3K-dakı sahə, yazıram 3K-dakı sahə nəyə bərabərdir? 9 ilə 3-ün cəminə. Neçə oldu? 12-yə. Bəs 2K-dakı sahə nəyə bərabərdir? 2K-dakı sahə neçə oldu? Bir S deyək. Aha. İndi tənasib nömrəsi K-lar x-ə gedir. 24-ü isə bölündə S olar 8. Yazıram burada neçə? 8. İndi 3 buradır, 9 buradır, 8 buradır. Ümumi sahə neçə olmuş olar? 20 olmuş olar.